Lənkəran Azərbaycanın Xəzər dənizi sahilindəki 3-cü böyük şəhəridir. Cənub mirvarisi də adlandırılan bu rayon ölkənin cənub-şərqində, Lənkəran ovalığında yerləşir. Burada 29 min hektar sahə meşələrlə örtülüb. Lənkəran Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Lənkəran xanlığının paytaxtı olan bu şəhər öz tarixi keçmişini bugün də qoruyub saxlayır. Lənkəranda memarlığı və tarixi ilə diqqət çəkən çox tikililər var. Bunlardan biri də xan evidir. 3 mərtəbəli bu bina fransız və italyan memarları tərəfindən inşa olunub. Bu saray Lənkəranın ilk çox mərtəbəli tikilisi olmaqla yanaşı, Azərbaycanda inqilabdan əvvəl elektrik işıqlandırma və mərkəzi istilik sistemi qoşulan ilk malikanədir. Xan evi hazırda muzey kimi fəaliyyət göstərir. Lənkəranın tarixi abidələrindən olan dairəvi qala da şəhərin mərkəzində yerləşir. Qalanın tikintisində qırmızı kərpic, yumurta və əhəng qum qarışığından istifadə olunur. Qala 1747-ci ildə şəhərin müdafiəsi məqsədi ilə tikilib. Mayak adlanan bu tikili isə dairəvi qalanın əkizi sayılır. Lənkəran mayakı kimi tanınan bu bina dəniz fənəri kimi fəaliyyət göstərir. Mayakın hündürlüyü fənərlə birlikdə 33 metrdir. Lənkəranda məşhur general 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həz Aslanovun abidəsi ucaldılıb. Onun doğulduğu evdə isə muzey açılıb. Lənkəran həm də yeni tikililəri, müasir yaşayış binaları, abidə və meydanları, təbii gözəlliyi, yeni şəhər infrastrukturu ilə ölkənin sivil şəhərlərindən birinə çevrilir. Bugünkü Lənkəran özünün Dövlət Universiteti, Dövlət Dram Teatrı, Regional Müalicə Diaqnostika Mərkəzi, beynəlxalq yarışlarda çıxış edən Xəzər Lənkəran futbol komandası və adlarını saymaqla qurtarmayan neçə tikililəri olan böyük, gözəl bir şəhərdir. Lənkəranda gənclərin vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada yenicə tikilən Gənclər evi, Cənub Regional Boks Təlim Mərkəzi və Olimpiya İdman kompleksi də gənclərin istifadəsinə verilir. Lənkəran həm də aqrar sənaye rayonudur. Tərəvəz və çay istehsalına görə Respublikada 1-ci yerdədir. Lənkəran çay fabrikində müxtəlif çeşidlərdə Lənkəran adlı ilə istehsal olunan çaylar bugün təkcə Azərbaycanda deyil, həm də xarici bazarlarda da satılır. Subtropik iqlimi olan rayonda sitrus bağçılığı inkişaf etdirilib. Limon və portağal bağları da Lənkəranın simvolları hesab olunur. Burada süd emalı və konserv müəssisələri fəaliyyət göstərir. Pal Mali şirkətlərinin süd və dondurma fabrikləri də buradadır. Pal Süd 2008-ci ildən fəaliyyət göstərir. Artıq neçə illərdir ki, bu ticarət nişanı altında geniş çeşiddə süd məhsulları ölkənin bütün mağazalarında satılır. Palda ticarət nişanı ilə məhsul buraxan dondurma fabriki isə 2009-cu ildə açılıb. Burada müxtəlif çeşiddə istehsal edilən dondurma təkcə Lənkəranda deyil, bütün ölkə bazarlarına çıxarılır. Yerləşdiyi səfalı məkan Lənkəranı turizm üçün çox cəlbedici edib. Burada turistlər üçün kifayət qədər yaxşı şərait var. Şəhərdə fəaliyyət göstərən otellərdə qalmaq 1 və 2 nəfərlik otaqlarda gecəsi 20-60 manata başa gəlir. Təbiətə daha yaxın istirahət etmək istəyənlər isə şəhər kənarındakı istirahət mərkəzlərini üst tuta bilərlər. Palmalayf, Palıdlı sahil, Qafqaz sahil belə komplekslərdəndir. Qiymətlərə gəldikdə isə otaq və kotejlərin növündən, adam sayından asılı olaraq mövsümi qiymətlər 65 manatdan 180 manata dək dəyişir. Lənkəran beynəlxalq aeroportundan Moskva və Sankt-Peterburqa birbaşa uçuşlar da yerinə yetirilir. Moskvaya reyslər həftədə 3 dəfə, Peterburqa isə 1 dəfədir. Biletləri Ekalyansı şirkətinin saytından onlayn da bron etmək olar. İlin bütün fəsillərində yamyaşıl olan bu diyarın zəngin flora və faunası var. Hirkan Milli Parkı və gözəl meşələrlə əhatə olunan Xanbulan su anbarı da Lənkəran rayonunda yerləşir. Lənkəranın meşə və dağlarında bitən nadir ağaclar bütün dünyada məşhurdur. Şabalı diyarpaq palıd, azad, vələs ağacları, həmçinin bölgənin simvolu olan dəmir ağac Lənkəran meşələrinin yaşıl abidələridir. Nadir bitki növü olan dəmir ağacın xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür. Onlar quruyaraq ağaclarda qalır. 200 ilə qədər yaşayan dəmir ağacın hündürlüyü 20-25 metrdir.
Olduqca zəngin cənub mətbəxinin ləvəngisiz təsəvvür etmək mümkün deyil. Ləvəngi qoz, soğan, alça turşusu və ya lavaşadan hazırlanır. Bunların qarışığından hazırlanan iç ləvəngi təmizlənmiş bütöv toyuğun və ya balığın içərisinə doldurulur, ya sobada, ya təndirdə bişirilir. Lənkəranın məşhur Nənələr folklor qrupunu bütün ölkə tanıyır. Məmmədova bacılarından ibarət folklor qrupunda heç kəsin musiqi təhsili yoxdur. Onu da qeyd edək ki, ansamblda dəfdən başqa musiqi alətindən istifadə edilmir. Alça güləşdi nənəm, dilim dolaşdı nənəm. Ay bu evin kiçik qızı qoşuldu qaçdı nənəm, qoşuldu qaçdı nənəm. Regionun mərkəzi şəhəri olan Lənkəran dəyişir və eyni zamanda bütün özəlliklərini yaşadır.